Selamünaleyküm dostlar. Bu günləri yeniden bir Metro Royal videosuyla karşınızdayım. Yaxşı yerde başlattı oyun biz. Yaxşı yerde başlattı oyun bizi. Adamı daha yaxşı yerde başlatmıştı ama neyse aldık. İlk fight'ımızda atmış olduk. Buradan qaçdıq tunelimizə və tez bir şəkildə radiasiya bölgəsinə gedək. Burada heç. Okey. Çox qəşəng yerdən başlamışıq. Birbaşa C bölgəsini oynayaq. Oradan içəriyə girək. Bizdən qabaq girən var. Qəşəng. Biz bir dənə tez buraları lootlayaq, oynayaq qabağa sonra. Hop, qaçdıq, qəşəng. Gərək o qədər güllə xərcləyəm, sonra öləsən də. Güllə burada P90 özdə gülləsi ücə tapılmır. Əvvəllər istifadə edənlər var, indi ücə az istifadə edirlər. Ona görə çalışdığım qədər az güllə atmağa çalışıram. Qəşəng. Bizə lazım olan şifrə məktubunu da tapdıq. Bu dəfə qapılardan A ya da B hansı açılsa onu açıb sonra çıxacağıq. Əsas məsələlərdən biri idi o. Bir dənə bu robot əski idi. Sən niyə bura qədər gəlmişsən ki? Gəl öz yerə görək. Qabaqdakı məncə çəkinli oynamağa, arxaya çəkildi. Mən buradan altdan oynayıb əslində onun arxasına keçə bilərəm görəsən. Oy, bu nə lootdu verdi bura. Bu nə lootdu verdi bura. Molotov da hər yeri yandırdı. Bir an bunu yandırmadı da. Atdığım molotoflar mən deyirəm niyə işləmir. Qəşəng bir dənə də altın külçə verdi. İndiyə qalmışdı sən bura gəlməyin. Adam oradan tullandı aşağıya. O böyük ihtimal o da bura oynayacaq. Sürünə yaxınlaşdıq və işləyirdim. Prosto sandıq atmaq daha çəkici gəlirdi mənə. Yeri get də buradan da. O yandaki adam sanki biraz
O silah bizə elə bil biraz sıxıntı yaradacaq o yandakı. Qəşəng. Hələ ki lootu pis vermir bura, sözün açığı. 4 dənə ucu altın külçəmiz var. Yəni ki 800.000 var. Bir dənə necə bacarırlar bu adamlar? Heç bir silahları düşmür yerə, mənə həqiqətən də çatmır da. Oo, adam da qəşəng oynadı axı. Ağıllı birinə rast gəldiyim üçün də qorxdum. Bu spreyi mən atmadım, siz də görmədiniz. Sen benden sonra bomba çekmişsin. Okey, ikinci mərtəbəyə qalxdım. Ne olar, gəlmə də. Gülləm yoxdur, 60 dənə gülləm var. O adamı da gördüm. Oradan bura bomba çatar mı? Çatar da yani. Ah, her yer geldi. Bir abırsı bir vəziyyətdə qaldım axı mən. Okey, en azından mənə güllə ver. Şükür. Get də, get. Bayaqdan girinc eləmişsən məni burada. Oy, o arkadakı adam sən necə gəldi çatdı. O arkadakı adam sən bildiyin, yəni çox interesli köməyimə gəldi çatdı da. Girə indi buranı açaq.
5 dənə ən azı bundan atmalıyıq. 13 dənə də falan bundan atmalıyıq. Bunların hamısını açaq yığaq. Sonra nə qalsa yerdən molotovdan falan götürərik. Qəşəng. O adam gəlməsəydi, bizə şey verməsəydi, adı nədir onun? Güllə. Ölmüşdük də biz yəni ki orada. Tak bunu tulla, bunu götür. Bunu tulla, bunları yığaq. Всё. Bəli dostlar və sonda gəlib çıxışımıza çatdıq. Yoldayız. Yolda hər hansı bir fərqli bir hadisə ilə qarşılaşmadıq. Pusu ilə falan rahatlıqla gəlib çıxışımıza çatdıq. Çıxaq görək tam olaraq nə qədər qazanmışıq bir oyundan. Tam olaraq toplam qazancımız 3 milyon 300 min, 500 xal almışıq, 11 nəfər vurmuşuq, 6 nəfər əsl oyuncu, qalan da bot, nə bilim robot falan. 18 dəqiqə. İncə kesteliyə götürdüyümüz şeyləri sataq. Üstün S12'mizə ataq envanterimizə. Sonra da sağollaşaq. Və seçkin 1 olduq. Son 3000 xaldan sonra maska və çərçivəni də almış olacağıq. Qəhrəman olacağıq. Girək tez bir şəkildə bunları at bura. S12'nin qiymətinə baxaq. Nə deyir? Akıllı nişan. Nə qədər şey var bunun? Hafif şarjör, bir sırt delici mərmici at. Qəşəng. Çox qəşəng dayan ki bu. Bu bizdə gələcək zamanlarda iş görəcək. Buradan tavanı sataq. Bunları bir yəni təmir eləyək və sat deyək. Tak bunları seçək buradan tez bir şəkildə. 3 milyon. Yəni 15 mini falan çıxıram. Tam olaraq 3 milyon dəyər. Sat geçsin. 20 milyon Metro Royal pulumuz var. S12K qabağıq. O günkü videodan yadınızdaysa Vektor qabağıq. MK'ların da çoxsunu adamlardan götürmüşük, MG'ləri falan. Gözəl bir oyunumuzun və gözəl bir videomuzun daha sonuna gəldik deyirəm dostlar. Videonu bəyəndinizsə, zəhmət olmasa bəyənməyi, kanala abunə olmağı unutmayın. Gələn videolarımızda görüşmək üzrə deyirəm. Bye.